Allahın sevimli iki bürcü. Bu astrologiyada belə götürülür ki, bu iki bürc Allahın ən sevimli bürclərindən ikisidir. Həqiqətən də bunlar qorunur, həmişə hifz olunan bürclər sırasındadılar. Bunların karması da güclü olur. Bunlara kim nəsə eləyəndə həqiqətən tez bir zamanda cəzasına çatır. Mələklər də bunları hifz edirlər. Nə qədər çətin zamanlardan keçirlər. Həyatın ən ağır sınaqlarından keçirlər. Üzü ağ, alnı açıq bu bürclər daim. Elə çətin anlar olub ki, bəlkə başqa bürcün nümayəndələri orada sınardı, amma bu iki bürcün nümayəndəsi həqiqətən də oradan əzmlə çıxır. Həyat nə qədər zərbələr vursa da bunlar istədiklərinə nail olurlar və xoşbəxt olmağı bacarırlar həqiqətən də. Bu iki bürc çox gözəl qəlbə malikdirlər. Onlar özləri heç kimə incitmək istəmirlər, incitmirlər ümumiyyətlə. Çox açıq sözlüdürlər. Sözləri insanın üzünə deyirlər və heç vaxt daldan danışmırlar. Və həmişə də hifz olunurlar, həmişə də Allah